açıq-aydın bizə deyirlər ki, 20 yanvarla bağlı ən böyük qəhrəmanlıq eləyən Heydər Əlvizoğlu Əliyev. Meydanlarda canı çıxan, şəhid olan, əlil olan, cəsarət göstərən adamlar qalır qırağa, o günün qəhrəmanı kimi şişirtmərəm ki, əziz tamaşaçılar, şişirdirəmsə mənə irad bildir. Heydər Əliyev, Heydər Əliyev, Heydər Əliyev, Heydər Əliyev. Və bu təbliğatı yerdə biliblər. Ümumiyyətlə, bu ata-oğul Əliyevlərin belə bir zəif nöqtələri var ki, bunlar ki, xalq hərəkatında, Azərbaycanın müstəqilliyini əldə etməklə bağlı prosesdəki iştirakçıları olmayıb, nə atanın, nə oğlun. O möhtəşəm xalq hərəkatı ki, başlayıb. Azərbaycanın ən ucqar kəndindən paytaxtına qədər, ən vəzifəli adamından sıravisinə qədər bu prosesdə iştirak edib, canın qoyub, cəsarətin qoyub, vəzifəsini risk atıb, pulun xərcləyib, bu prosesdə iştirak edib, ata-oğul Əliyevlər isə öz ailə qayğılarının, şəxsi qayğılarının, ən yaxşı halda sağlamlıqlarının qayğısına qalmaqla məşğul olub. Ona görə bunların xalq hərəkatına qarşı bir kini, küdurəti, nifrəti var. Maksimum çalışırlar ki, xalq hərəkatını gözdən salsınlar. Və gələk, Qənimət bəy, o Azərbaycan nümayəndəliyində Heydər Əliyevin çıxışına. Mümkün olsa xahiş edirəm o kadrın orijinalını göstərin. Saxtakarlığın hara qədər çıxdığın elə o kadrların orijinallığı göstərəcək. Burada belə təqdim olunur Azərbaycana ki, sanki Heydər Əliyev gəlib orada bir imperiyanı yıxıb sürüyüb. Birincisi ora Heydərdən başqa da insanlar gəlib iştirak edib və Heydərdən də qüdrətli, təsirli çıxış edənlər olub. Həm sıravilər arasında olub, həm oranın ziyalıları, həm də məsələn bugün Allah ömür versin, Lalə Şövkətin Heydər Əliyevlə böyür-böyrədir, hörmətli tamaşaçılar. Heydər Əliyevin sağ çiynində oturub. Fikir verin, görün bunlar nə qədər cılız düşüncələrin əsrindədir ki, Lalə xanımı oradan kəsib götürürlər. Siz ASTV-də və yaxud da digər dövlətin təsirində olan informasiya orqanlarında Lalə Şövkətin kadrlarını görə bilirsinizmi orada? Natiq bəy, bir dəqiqə izləyəm, o elə videonun hamısını Lalə Şövkət yaydı da. Orada Rıza İbadovun da bir qışqır bağırı zadı var. Mən o videonu yaydılar. Amma Heydər Əliyev tərəfdarları o videonu geniş formada, yəni hamısını göstərir. İmkan olsa Qənimət bəy onu nümayiş elətdirər, olmasa sonra mən öz kanalımda onu göstərirəm. Mən indi bəzi epizodları verirəm, əlbəttə ki. Lalə xanımı göstərək, biz onun haqqını verək və çox təəssüf ki, onun çıxışını indi biz burada verə bilməyəcəyik, amma Lalə Şövkətin çıxışı ilə də, hörmət tamaşaçılar, Heydər Əliyevin çıxışını qoyun ortaya. Görün hansı daha prinsipialdır, hansı daha obyektivdir, adekvatdır. Heydər Əliyevin konkret çıxışına gəldim. Ola bilsin ki, Qənimət bəy, o çıxış rus dilində olduğuna görə və elə fonda təqdim edildiyinə görə bərbəzəkli, qanadlı ifadələrlə Azərbaycan insanları o çıxışın mahiyyətinə çox toxunmur. Kaş ki, vaxtımız olardı o çıxışı bir-bir oxuyardıq. Amma hamının imkanı var, hamının interneti var. Çox xahiş edirəm, 1001 yerdə var. Heydər Əliyevin o çıxışın götürün Azərbaycan dilində tələsmədən oxuyun. Qənimət bəy, o çıxış şərq hiyləgərliyi ilə tərtib edilmiş çıxışdır o baxımdan ki, hadisələrin mahiyyətinə toxunacaq orada heç bir söz deyilmir. Nə Qarbaçov ittiham olunmur, Qarbaçovun adı yoxdur orada. Nə imperiya ki demirdi o zaman, hətta Sıravi kəndli imperiyanı ittiham edirdi. Nə imperiya ittiham olunmur, nə mərkəzin siyasəti, yəni Moskvanın siyasəti ittiham olunmur. İndi biz Vəzirovu da, nə bilim, Rəsizadəni də, başqa Azərbaycan rəhbərlərində ittiham eləyirik və eləməliyik. Amma onlar kim idi ki, hörmət tamaşaçılar, onların nə cəsarəti, nə hünəri, nə istəyi var idi ki, o qərarı verərdilər ki, gəlin Azərbaycanlıları qarın. Bu, Moskvadan qərarlaşmış, müzakirə edilmiş, bu günlərdə də bütün sənədlərlə ortaya çıxmış məsələdir ki, mərkəz səviyyəsində, Moskva səviyyəsində bu qərarlaşdırılıb, həm Azərbaycan xalqına gözdağı verməkdən ötürü, həm də ki, bu SSR-nin periferiyasında olan Sovet sosialist düşərgəsinə gözdağı verməkdən ötürü həyata keçirilmiş bəşəri bir cinayət idi. Amma Heydər Əliyev orada bilirsiniz necə çıxış edir. Bugün bu siyasi buqələmunlar var, belə ritorika seçirlər. Sahil Babayev. İlham Əliyev yaxşıdır, Sahil Babayev pisdir. İlham Əliyevin bu işlərdən xəbəri yoxdur. Eynən bu çıxışlardır, Qənimət bəy. Elə bil ki, mərhum Heydər Əliyev bu adamların ağzına tüpürüb. Yəni o stiliskanı, o tərzi bunlara verib.
Nə edir orada? Orada birbaşa yüklənir Vəzirovun üstünə, Vəzirovun yaratmazlığı üstünə. Vəzirov güya mərkəzə düzgün, doğru, dürüst məlumatlar verməyib. Nəticədə də mərkəz bu cür tələsik qərarlar, düzgün olmayan tələsik qərarlar vermiş olub. Ay qardaşlar, Vəzirov gəlin hesab eləyək ki, alçaqdan alçaq və Heydər Əliyevin dediyi kimi mərkəzə səhv məlumat verən. Mərkəz tək Vəzirovdan asılı deyil idi. O zaman əzəmətli KGB buradaydı və Azərbaycan KGB-si ilə yanaşı, mən o zaman KGB-yə də mavin olmuşdu da, deyəsən İl Hüseyin, sonra Aziz Mütəllibin vaxtında KGB-nin rəhbəri oldu. Onun müsahibələri var ki, o zaman bizdən asılı olmadan burada KGB-nin hansısa şöbəsi, mərkəzin şöbəsi fəaliyyət göstərirdi, hesabatlar gedirdi. Neçənci ordu birləşmələri var idi burada, Qafqazda yerləşən. Hər birinin deyir hesabatları var idi. Mərkəzi komutada birbaşa Moskvaya bağlı olan qüvvələr var idi və onlar hər gün ardıcıl hesabatlar göndərirdi və Vəzirovun o hünəri, o qüdrəti, o səlahiyyəti yox idi ki, o adamların hamısını yığsın bir yerə, desin ki, bu cür hesabatlar gedəcək. İkincisi də ki, göz qabağında olan proseslər idi. Yəni Heydər Əliyev də o qədər savadsız, sistemin mahiyyətindən xəbərsiz adam deyil idi ki, desin ki, Moskvanın bundan xəbəri yox idi. Hər şeyi bu yaratmaz vəzir edildi. Yəni o mətndən, Azərbaycan xalqına belə şövqlə çatdırılan mətndən də görülür ki, Heydər Əliyev orada da millətdən çox öz dar mənafiyin gözləyib, öz qısasçılığın bəyan eləyib. Bilirsiniz, yəni gənc tamaşaçılar bilməyə bilər. Vəzirov elə Moskvanın bəlkə də göstərişi ilə idi, nə idisə, Heydər Əliyev mafiyasına, klanına qarşı bir müharibə açmışdı və Heydər Əliyevin də əlinə gözəl bir fürsət düşdü ki, bundan istifadə edib həm mərkəzə, Qarbaçova yaxın, yaxşı görünsün, onu məsuliyyətdən azad eləsin, o mətnə əsasən deyirəm. Mətndə açıq-aşkar deyir ki, yerli idarəçilərin düzgün seçilməməyi, yaxşı işləməməyi, işi düzgün qurmamağı, adekvat qərar verməməsi bu faciəyə səbəb olub. Azərbaycanda şəhid olanlarla bağlı bir kəlmə deyir Heydər Əliyev. Ondan sonra 3 cümlə orada həlak olmuş əskərlərlə bağlı ürək yanğısını ifadə edir ki, bəs indi bu işə bais olan adamlar, o Rus əskərlərinin, Sovet ordusunun həlak olmuş əskərlərinin ana bazılarına nə cavab verəcək? Heç mən bilmirəm, Qənimət bəy, doğrudan bilmirəm ki, orada əskər ölümmü, ölməyimmi rəsmiyyətdə? Mənə məlum deyil. İlin günün bu vaxtında o Heydər Əliyev orada, o Azərbaycan xalqına ki, təqdim edirlər parlaq nümunə kimi, o ölmüş Azərbaycan xalqına qarşı zorakılıq etmiş əskərlərin yaxınlarının da kədərin bölüşür. Yəni, mən çox danışa bilərəm bu barədə, amma çox istərdim Azərbaycanlılar o mətni götürsün, Azərbaycan dilində bir də oxusun, görsünlər ki, orada bir sücayətli, bir cəsarət nümayiş elətdirən bir şey var, yoxsa yoxdur. O dövrün, o hadisənin qəhrəmanları orada şəhid olmuş, yaralanmış, hadisəyə qədər də, hadisədən sonra da Azərbaycan xalqının mənafiyin müdafiə edən adamlar olub. Heydər Əliyevin və onun oğlunun da o milli azadlıq hərəkatına ikrahlı münasibət olub. Heydər yenə hakimiyyətə gələnə qədər hakimiyyətinin ilkində bir-iki xoş sözlər demişdi. Amma sonra kəmərləri bərkidəndən sonra dedi ki, nə hadisələr idi, onsuz da sesiyeri dağılırdı. Bu milli azadlıq prosesi də boş söhbət idi. İlham da onu yenə də deyir. Yəni 20 yanvarda demək istəyirəm ki, o milli hərəkatın kulminasiya nöqtəsi idi Elnur bəy dediyi kimi. Ola bilməz ki, hərəkata başqa münasibət göstərəsən, şəhidlərə başqa münasibət. Yəni, hərəkata münasibətlərini edəcəksə, o şəhidlərə də münasibəti onların o qədər xoş deyil. Sadəcə indi dövran belə gətirib, siyasi konjunktura belədir ki, hərəkat haqqında dediyi sözləri o şəhidlər haqqında, o meydana çıxan adamlar haqqında deyə bilmirlər axı. Bəy, siz dediniz bu Heydərin oradakı çıxışı ilə bağlı, orada bir xırda məqamla bağlı üzr istəyirəm Elnur bəy ki, yerli hakimiyyət, yəni faktiki Vəzirov Moskvaya yanlış məlumatlar verib və yaxud natamam məlumatlar verib, doğru məlumat verməyib kimi. Bilirsiniz, Heydər Əliyev kimi yüksək vəzifələrdə işləmiş bir adam ola bilməzdi, bilməsin ki,
1988-ci ilin noyabr hadisələrindən sonra Azərbaycanda daimi olaraq Moskvadan ezam edilmiş xüsusi qruplar işləyirdi. Rəsmən Dövlət Təhlükəsizlik Xidmətinin, yəni KGB-nin Dövlət Təhlükəsizlik Komitəsinin xüsusi istintaq qrupu vardı. SSR Prokurorluğunun xüsusi qrupu vardı. SSR Mərkəzi Komsomolun xüsusi qrupu vardı. Sovet Komünist Partiyası Mərkəzi Komitəsinin Ordu, Qənimət bəy, ordunun... Hələ ordunu mən çıxıram da. Bu mülki həyatla bağlı, mülki və inzibati həyatla bağlı Moskvadan noyabr mitinqlərindən sonra daimi olaraq permanent qruplar işləyirdi və onlar əslində Azərbaycandakı vəziyyətlə bağlı, siyasi situasiya ilə bağlı bütün informasiyaları məhz onlar özləri tərtib edib göndərirdilər. Dünən də Cəmil müəllimlə söhbətdə bir daha Cəmil müəllim vurğuladı ki, faktiki olaraq yanvar ayının 15-dən sonra Əbdurrəhman Vəzirovun yerində Primakov oturub. Və Primakov artıq o cari və operativ situasiya ilə bağlı Moskvaya məlumatlar göndərib, o təkid edib ki, qoşun göndərmək lazımdır. Amma Primakovun da adını həmin Heydər Əliyev gəldi 20 yanvar hadisələrinə siyasi qiymət bəyanatından çıxartdı.